Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən, buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai yaşayış obyektlərinin, gül mağazalarının qarşısında dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər. Yol nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır. Pik saatlarda ötən ayın əvvəlindən bu günə qədər bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkət sürətinin azalıb və buna nümunə olaraq, məsələn, Səməd Vurğun küçəsi ötən ay 45 km/saat sürəti ilə nəqliyyat vasitələri hərəkət edirdilərsə, hazırda 37 km/saata, Rəşid Behbudov küçəsi 14 km/saatdan 12 km/saata, Koroğlu Rəhimov küçəsi 11 km/saatdan 8 km/saata və digər küçə və prospektlərdə də bu qaydada sürət həddi enib. Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı digər yollara da təsir edir. Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə svetoforlara yaşıl dalığı əmri verilir. Kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədi ilə yol polisi ilə birgə tədbirlər görülür.